Eşitdim ki saçınız tökülür, dedim aldığım məhsullardan sizə bir təcrübə videosu çəkim. Mən büdcəmə qənaət edə bilmədim bu məhsulları alarkən, amma sizin büdcənizə qənaət etməyinizə köməklik göstərəcəm. Effektiv məhsullardan birisi bu Vichy markasına olan ampulalardan, hansı ki bu başlıqla dəyişirsiniz, saç diblərinizdə istifadə edirsiniz. Çox effektivdir, saç tökülməsini dayandırır və yeni saçların çıxmağına kömək edir. Bu isə kişilər üçün olandır. Düşünürəm ki, biz bunu da istifadə edə bilərik. Onsuz da kişilərdən bir fərqimiz qalmayıb artıq. Saç töküləndə insan bir panikaya düşür və Instagram, TikTok, YouTube hər şeyi bir-birinə qatır ki, görəsən nə tapa bilərəm bu tökülməyə qarşı. Bu əslində tökülmədən çox yeni saçların çıxmağına kömək edir. Yəni əsas məhsulun hədəfi budur. Saç diblərinizdə təmiz saçınızı istifadə edirsiniz və bu şəkildə masaj edirsiniz. Qoxusuz bir məhsuldur. Yəni saçda heç bir qoxusu qalmır. Hal-hazırda saçıma mən bütün spreyləri istifadə etmişəm yuduqdan sonra. Hamilələrə istifadəsi tövsiyə edilmir. Çalışın üzünüzə, gözünüzə gətirməyin bu məhsulu, tüklənə bilərsiniz. Əgər bu məhsullardan heç biri sizin üçün əl çatan deyilsə, onda 2 manat hazırlaya biləcəyiniz bu spreyi sizə göstərirəm. Bu sprey mixəydən hazırlanır və saç tökülməsini dəhşətli dərəcədə azaldır. Demək olar ki, dayandırır. Əgər hazırlanma qaydasını bilmirsinizsə, rəylərdə mixək yazsaz, mən sizə köməklik göstərəcəm. Hələlik.